Sizin də yemək yeyən kimi keyfiniz düzəlir? Bilirəm ki, buğalar məni anlayacaq. Şəhərin səs-küyündən uzaq, ailəmlə yayda tez-tez getdiyim İskele restoranına getdik. Bura əsasən balıq yeməkləri ilə tanınır, çünki təp-təzə tutulur və burada bişirilir. İstər manqalda, istər narlı, soğançalı sousda hazırlanan nərə balıqlarını super hazırlayırlar. İçi tam bişir, amma sulu qalır. Bu balıqda ən sevdiyim bişmə dərəcəsidir. Kərə yağında qızardılmış krevetkalar da əla olur. Krevetka sevərsinizsə bunu da getsəniz sınaya bilərsiniz. Bir də bura mənə çupra balığını sevdirən məkandır. Əvvəl yediyim yerlərdə dadını anlamamışdım. Burada yeyən kimi çox bəyənmişdim. İsti yeməklər bir qırağa, salat və qəlyanaltılarından da biraz bəhs etmək istərdim. Asarti balıqlarını hər dəfə sifariş edirik. Bu salatı ilk dəfədir səhv etmirəm, sonra da sınıyırdım. Qozlu və toyuqlu idi, çox dadlıydı. Burada bir-birindən fərqli çeşid məzələr var. Ev sayağı hazırlanmış skumbriya konservi möhtəşəm bir şeydir. Bir də geçsəniz bu narlı, almalı, nanəli məzəni mütləq sınayın. Çiğ köftələri də əladır. Məkanın çox gözəl, dekor edilmiş, geniş, qapalı zalı var. Bundan əlavə yayda müştərilərinə açılan geniş terası var və bir-birindən gözəl kabinetləri var. Tez-tez burada müxtəlif ölkələrin şou proqramlı gecələri olur. Aşağıda səhifələrini də qeyd edəcəm. Bütün qiymətlərlə menyudan tanış ola bilərsiniz.